2 sot yarımın içində 2 mərtəbəli ev 130 min manatadır. Saray qəsəbəsindədir bu ev. Yerləşdiyi ərazidə Saray postundan saraya girəndə birinci svetofor çatmamış solda. Yoldan da 20-30 metr məsafədədir. Bax, gördüyünüz yoldan Sumqayıt avtobusu, Bakı avtobusu, Bakubus, taksilər hamısı burada keçir. Marketlərə də yaxındır. 2 nömrəli məktəbin üst tərəfindədir. Mütləq gəlin bu evə baxın. Bax, gördüyünüz bu ev 2 sot yarımın içərisindədir. Evin dörd bir tərəfinə fırlanmaq olur. Hasarın qırağında ağac yeri var burada. Burada da böyük bir bağ yeri var. Sonra bax, belə 1 ilə 2-nin arası monolitdir. Sonra bütün evin qıraqlarına bax, belə sokol vurublar, görürsünüz. Bax, belə sokol vurublar, şəbəkə pəncərədir. Buradan da məsafəyə baxaq bir dənə. Ara məsafələri var. Dörd bir tərəfinə rahat fırlanmaq olur. Burada giriş qapısıdır, mərkəz kanalizasiyanın trapıdır, bayırda qaz, su, işıq sayğacları var. Kanalizasiyasındakı birbaşa xəttə qoşulub. Çox gözəl, yüksək keyfiyyətlə tikilmiş evdir. 1 ilə 2-nin arası monolitdir. Qanuni monolit betondur. İnşallah gələndə görəcəksiniz. 4 otaqlı evdir. İndi evin içərisinə bir dənə baxaq. Bax, belə bir evdir, görürsünüz. Girən kimi belə bir koridoru var. Zəhmət olmasa gəlin. Bax, belə bir koridoru var. Radiatorun yeri burada qoyulub. Burada mətbəxi var. Bir dənə mətbəxə bax, böyük bir mətbəxi var burada bax. Yekunlaşdırdı iş, tez gəldi, çəkdi ki, bu evə baxarsınız. Mebelazı keramikası vurulub, qaz xəttinə qədər. Hazır burada çəkilib. Sonra böyük mətbəxdir, geniş mətbəxi var, yerinin laminatıdır, qapılarıdır, çox yüksək keyfiyyətlə tikilmiş evdir, həqiqətən. Bu da qonaq otağıdır, yəni zalıdır. Bax, görsün, məsafəyə baxın. Bax, buradan qonaq otağın pəncərəsini açandan sonra buradan yenə məsafə qalır, bayra. Yəni, çünki evin dörd bir tərəfinə buradan fırlanmaq olur. Bax, buradan bir ara məsafəni göstərək. Yolda, magistral yolu görürsünüz. Bax, bütün marşrutlar o yoldan keçir hamısı. Qonaq otağını göstərdim, mətbəxi göstərdim. Aşağıda daha nələr var, onlara baxaq. Məsələn, burada belə qaladovkadır. Yəqin buna artıq şeylər yığmaq üçün xüsusi düzəldiblər. Bu da birinci mərtəbənin sanitar qovşağı. Buradan da pilləkənlə qalxırıq ikinci mərtəbəyə. Hörmətli izləyicilər, pilləkənlə qalxan kimi burada balkonun qapısı var. Bax, burada balkonun qapısı var. Bir dənə tez bura baxaq. Bax, belə geniş böyük bir balkonu var. Buradan bir də həyətə baxın, yola baxın. Rahat yerdir. Yəni, rahat gəlib tapılası bir evdir. Buradan da krişə çıxmaq üçün yeri var. Sonra ikinci mərtəbənin sanitar qovşağıdır burada. İkinci mərtəbənin sanitar qovşağıdır. Birdə də var, ikidə də var. Və yataq otaqları. Bir yataq otağı ikinci mərtəbəyə aid. İkinci yataq otağı. Bunlar ikinci mərtəbəyə aid olan yataq otaqlarıdır. Və üçüncü yataq otağı. Bir də izah edirəm, zəhmətimizə yaxınlaşın. Deməli, Saray qəsəbəsində, Saray postundan girəndən sonra birinci svetofor çatmamış soldadır. 2 nömrəli məktəbin üst tərəfindədir. Nisbətən o məktəbə yaxındır, ona görə onu dəqiqə başı deyirəm. Paket kupçalı evdir, evin də kupçası var, torbanın da kupçası var. 2 sot yarımın içərisində 2 mərtəbəli ev, 1 ilə 2-nin arası monolit. Qaz, su, işıq sayğacları qapıdadır, kanalizasiyadakı mərkəzdir. 130 mindən ev sahibi özü. Endirim eləyəcək, mütləq gəlin bu evə baxın. Qəşəng yerləşdiyi ərazi evdən qəşəngdir, ev yerləşdiyi ərazidən qəşəngdir. Sağ olun.